Göyçayda yeşik sexində güclü yanğın olub. Yanğın 2 fərdi yaşayış evinə ziyan vurub. Göyçayda güclü yanğın hadisəsi baş verib. Rayon ərazisində yerləşən yeşik sexində başlayan yanğın qısa zamanda yaxınlıqda yerləşən 2 fərdi yaşayış evinə keçib. Nəticədə vətəndaşlara məxsus evlərə zərər dəyib. Evdəki bəzi əşyalar və yanar konstruksiyalar tamamilə yanaraq yararsız hala düşüb. Alovun söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin, Dövlət Yanğından Mühafizə Xidmətinin, Göyçay və Ucar rayon bölmələrinin canlı qüvvəsi və texnikası cəlb olunub. Göyçay rayonunun Ataban küçəsində yeşik sexində yanğın hadisəsi baş verib. Yanğın qısa bir müddət ərzində böyük bir əhatəni özünə cəlb edib, belə deyək də. Bax, gördüyünüz bu ərazi, hər biri yeşik olub burada. Hər biri. Ona görə də qısa müddət ərzində yanğın gedişlənib. Sağ olsun yanğın söndürənləri, Fövqəladə Hallar Nazirliyinin yanğın söndürən texnikaları və canlı qüvvələri yanğının qarşısını almağa çalışırlar hal-hazırda. Künc tərəfdə böyük bir alov əhatə eləmişdi. Sağ olsunlar, yenə deyirəm, tez bir zamanda qarşısını aldılar. Həm xəsarət alan olmadı, belə deyil, həm də ki, qıraqdakı bir tikililərə alov keçmədi. Bizə xəbər gəldi ki, bəs ev yanır. Bu qonşuda evləri birdir. Deməli, mənim bacanağımın qardaşının gəldi. Gördü ki, deyir, burada deyir, elə bir deyir, fişək patladı. Bu tərəfdə bu üzdə sexdir, yeşil sexidir. Oradan alov başladı. O evdə hamısı yandı da. Özü də çektiniz, gördünüz ki, evin içində bir dənə şey qalmadı, hamısı yanıb. Nə qədər yanıb? Vallahi mən elə fikirləşirəm ki, bu 3 otaqdır, bir zal, bir kuxuna. Bunun tühümə gələmə, nə bilim, 60-70 min. Evin əşyasıyla 100 min manat ziyan deyək bu kişiyə. Nələr ehtimal olur yanmaq? Vallahi ehtimal budur ki, ola bilər ki, orada yeşil sexində işıqdan olsun. Ola bilər ki, uşağın birinə mən siqaret tullayıb, nə tullayıb, bu mənini dəqiq bilmirəm. Gecə olub bu hadisədə? Bir saat bundan qabaq, saat yarım bundan qabaq. Yanğın söndürənlərin səyi nəticəsində alov lokallaşdırılaraq söndürülüb və genişlənməsinin qarşısı alınıb. Hazırda yanğının baş vermə səbəbləri araşdırılır. Aqil Əsədov, Aysel Qasımova, Göyçay.